Herkese Lugang'ın yepyeni bir videosuna salam dostlar, necəsiniz? Bugün bildiğiniz kimi 12 dekabr ve Brawl Stars'ın 7. il dönümüdür. 7 ildir Brawl Stars var ve bugün 7 il bundan əvvəl bugün Brawl Stars globala çıxıb ve Brawl Stars post paylaşmışdı səhər vaxtlarında. Deyirdi ki, Brawl Stars'ın 7. il dönümü olduğu üçün 2 dənə mega kutu, bir dənə mega kutu, bir dənə sushi, bir dənə mələk, bir dənə şeytan hədiyyəsi və bir dənə hiperşarj hədiyyəsi verirlər. Mən də post paylaşmışdım ki, bugün Brawl Stars'ın 7. il dönümüdür. Kim istəsə gedib postuma baxa bilər. İlk paylaşdığım postu elə birincini görəcəksiniz orada. Bir də uşaqlar, gördüyünüz kimi bu mənim ikinci hesabımdır və burada Brawl Stars yıl dönümünə geri sayım yeri var. Mənim bu əsas hesabımda yoxdur çünki mən bunları aldığım üçün bu yer getdi məndə. Əslində bunun videosunu çəkəcəkdim, amma alandan sonra yadıma düşdü ki, video çəkəcəkdim. Amma o yeri getmişdi, ona görə ikinci hesabımda göstərirəm indi sizə. Və gördüyünüz kimi burada 7-dən 1-ə kimi gedir və hər gün bir dənə star hədiyyəsi verir. Elə bir ki 7-dən 1-ə kimi geri sayım edir də. Hər gündə bir dənə star hədiyyəsi verir və mən 2 dənəsini almışam. İndi qalanlarını da alay. O gizemli oldu. Və Berry'nin kostümü çıxdı. Yox, Berry çıxdı. Onsa ikinci hesabım diye. Neyse. Berry çıxdı. Və uşaqlar, indi nə demək istədiyimi başa düşəcəksiniz. Mən indi bu əsas hesabımda bir yazılan var, yəni axırıncı. Bunu aldığım üçün bu yer getdi. Baxın, indi gedəcək. Ona görə ikinci hesabdan göstərim dedim. Gördüyünüz kimi getdi bu yer. Bir də uşaqlar, bildiyiniz kimi Brawl Stars hər il dönümündə oyuncu profili verir. Bu ildə 7-ci il dönümü olduğu üçün 7 oyuncu profili verib. Və mən bu hesabda və əsas hesabda o 7-ni aldığım üçün, oyuncu simgesini aldığım üçün göstərə bilməyəcəm. Amma bu qırağa şəklini qoyaram. İndi mən bu əsas hesabımda bu geri sayımı və 7 simgesini aldığım üçün o hesabda göstərə bilmirəm. Və gördüyünüz kimi burada 7-ci il dönümü simgesi var. Bu simge də belədir, yəni. Qəşəng simgedir. Belədir. Neyse uşaqlar, indi mən Cici ilə 6 dənə oyun udub gəlirəm. Uşaqlar, birinci oyunu utduq və mega kutumuzu açırıq. Əslində təkrar oynaya basacaqdım. Əlim dəydi. Devam etə bastım və lobiyə döndüm. Nəysə basıram. Bastım. Yenə 9 yazdı. Bu mega kutudan da mənə heç nə çıxmır. Və uşaqlar, indi gördüyünüz kimi Feng seçdim bura. İndi 5 dənə oyun arda udum gələcəm. Və bayaq təkrar oyuna yerinə devam etə bastığım üçün mega kutunu açdım. Əslində 6 dənə arda udub hamısını bir yerdə açacaqdım, amma heç nə olmaz. İndi 5 dəfə arda udub geri dönürəm. Və uşaqlar, Feng ilə 5-ci oyunumuzu da utduq. Və indi açay baxay nələr çıxır. İnşallah qəşəng bir şey çıxar. Mega kutunu açırıq. Və açdım. 9 yazdı və hiperşarj çıxdı. Chrome'un. Və bunlar çıxdı. İndi mələk və şeytanın hədiyyələrini açırıq. Bundan heç nə çıxmadı. Şeytandan da tez getdi. Aha, mega kutu. Bir dənə 20 yazsın. 20 yaz. 9 yazdı yenə. Hayda, aksesuar çıxdı. Və bunlardan da heç nə çıxmadı. Mega kutularda mənim heç bəxtim yoxdur. Və hiperşarjı da açırıq. Bundan da Juja'nın hiperşarjı çıxdı. Aa, sushi qalmışdı. Aa, 2'ye bölündü. Aa, 4'e bölündü. O, bir dənə etkinlik kostümü. Qəşəng. Baxay nə gəlir.
Və gəlir. Baxay nədir bu? Və Grey. Pis deyil. Gezgin Grey. Heç olmasa bir dənə kostüm çıxdı. Neyse uşaqlar, sağ olun. Bu videodan bu qədər. Abunə olub like atmayı unutmayın. Sağ olun. Hələlik.